Dəyərli izləyicilər, Masazır qəsəbəsində 2 nömrəli məktəbə yaxın bir ərazidə 4 otaq kupçası olan belə bir həyət evi göstərəcəm sizlərə. Ümumi 1,5 sotdadır. Həyət ərazisini göstərim. Bu hissədə gül ağac əkmək üçün 2 dənə hissəsində yer qoyulub. Yağış suları üçün trapı da var. Belə bir ümumi üz görünüşü bir daha göstərim. 4 otaq. Evin arxasında da bir balaca yeri var. Giriş hissəsində dəhliz hissəsi gördüyünüz kimi genişdir. Burası isti döşəmədir. Ümumi 4 otaqdır. Evin belə bu qaydada beyaz qapıları var, iç qapılarıdır. Yəni bir dənə məqamı göstərim ki, bu hissəsi qoşa daşdır. Çöldə qoşa daşdır, içəridə divarda qoşa daşdır. Qonaq otağını göstərirəm sizlərə. Böyük pəncərə ilə. Pilləkən betondur. Üstü mərmərdir. Demək ki, burada bizdə mətbəx hissəsi, mətbəxin pəncərəsi bu evin öz həyətinə baxır. Mətbəxin də döşəməsi qranitdir, altı isti döşəmədir. Burada bizdə hamam otağıdır, tam təmirdir. Və evin arxası bu evə aiddir. Belə bir ərazisi var. Gəlib evə baxandan sonra hamısına yaxından özünüz tanış olacaqsınız. Və 1 ilə 2-ci mərtəbə arası monolit betondur. Qiyməti 123.000 manatdır. 123.000 manata deyilir, endirim olunacaq. 2-ci mərtəbəsində də yataq otaqları var və hamam otağı var. Onu da göstərim. Hamam otağı tam təmir. Bir daha vurulur ki, evin kupçası var. Qiymət 123.000, Masazır qəsəbəsi 2 nömrəli məktəbə yaxın bir ərazidə yerləşir. Yataq otaqları böyük ölçüdədir. Burada ikinci yataq otağıdır. Tam təmir. Buradan da eyvana çıxışı var. Və sonuncu yataq otağı. Sona qədər izlədiyim təşəkkür edirəm. Sizin də Masazır qəsəbəsində satdıq. Mənziliniz, həyət eviniz varsa sənəddir. Bizlərə müraciət edə bilərsiniz. Satışına yardımcı ola bilərik. Bu da dama çıxışı qoyulub.